Doyan doymayan buxarda 37. Koordinat, deməli, həcmin temperaturdan asılılıq koordinatında doyan buxar üzərinə gedən proses göstərilmişdir. Deməli, uşaqlar, bu tip məsələləri biz həmişə demişik ki, doyan buxardır, ideal qazdır, doymayan buxardır. Nə yazıldığına baxmalıyam. Bu doyan buxardır. Deməli, mən doyan buxarın qaydalarına gedəcəm. Deyir, qrafik verilib. Deyir ki, bu qrafikin konsentrasiya həcmindən koordinatlarına təsis olunmuş proseslərdə hansı prosesə uyğun gəlir? Yəni, mənə həcmin temperaturdan asılılıq qrafiki verilib. Deyir ki, bunu köçür konsentrasiyanın həcmindən asılılıq qrafikinə. Uşaqlar, unutmuruq, nədir bu? Doyan buxardır. Ona görə, doyan buxara görə baxanda mən nə görürəm? Görürəm ki, 1-2 qrafikində uşaqlar nədir? Temperatur sabitdir. Yazıram, T bərabərdir, konstant. Düzdür? Və həzm də get-gedə artır. İndi uşaqlar, burada belə bir şey var. Burada doyan buxardan söhbət getdiyinə görə mən doyan buxarın qaydasına getməliyəm. Və ona görə bilirəm ki, temperatur sabitdirsə, o 4 qardaş 1 gedirdi da. Temperatur sabitdirsə, o 3 də sabit olacaq. Aysol, sıxlıq, konsentrasiya və təzyiq. Düzdür? Onda sən burada konsentrasiyanın sabit olmağını götürməlisən. Deməli, cavabım ya B-dir, ya da D. Amma burada həcm artır deyə, qrafiki həcm artan yerdə götür da, yəni D variantında. Düzdürmü? Bax, bu şəkildə. Ayso. İndi bir dənə əlavə vurğulayım uşaqlar. Birdən bura ideal qaz yazsaydı, bəs uşaqlar ideal qaz yazanda məsələ tamamilə fərqliləşir. İdeal qaz yazanda sən görürsən ki, burada temperatur sabitdir. Yəni bu artıq sənin üçün izotermik proses olur, düzdür? İzotermik prosesdə də həcm artırsa, bilirəm ki, təzyiq azalır. Təzyiq azalırsa konsentrasiya da azalır. P bərabər NKT-yə görə. Ya da birbaşa deyə bilərsən N bərabərdir N bölü V-yə görə konsentrasiya həcmdən tərs asılıdır. Yəni burada artıq sən konsentrasiyanı azalan götürməliydin. Aydın oldu mu? Konsentrasiya azalır, həcm isə artır. Yəni konsentrasiyanı həcmdən tərs asılılıq qrafiki olmalıydı, sən onu götürməliydin. Yaxşımı? Aləmi bir-birinə qatmayın. O ideal qazdır. O doymayan buxardır. Amma burada doyan buxardan söhbət getdiyinə görə izotermik zad qatmırıq aləmi bir-birinə, doyan buxarın öz qaydası ilə gedirik. Bax belə. Qaranlıq qalan bir şey varsa soruşun. Yenə deyirəm uşaqlar, onsuz da bu dərs doyan buxar dərsidir deyə siz avtomatik bilirsiniz ki, burada doyan buxardan söhbət gedəcək. Amma məsələn, qəbula gedəndə mütləq şəkildə gördün ki, makroskopik cəmiyyətlərdən söhbət gedir. Məsələdə təzyiq, həcm, temperatur və s. belə şeylər varsa, sənə verilən məsələ, avtomatik birinci bax gör nədən söhbət gedir. İdeal qazdırmı, yoxsa doyan buxardırmı? Doymayan buxarda onsuz ideal qazdır, onlar heç, onlar ikisi birdir, amma doyan buxar fərqlidir. Həmişə birinci ona baxırsan. Məsələn, bu 40-cı məsələdə mən görürəm ki, doyan buxardan söhbət gedir. Ona görə mən nə edəcəm uşaqlar? Doyan buxarın qaydalarından yola çıxacağam. İndi baxıram. Birincisi deyir ki, burada iki qrafiki hələ özümüz bir dənə belə deyək də təhlil eləyək iki qrafikə. Mən görürəm ki, baxın burada AB keçidində, yəni bu AB keçidimizi də qırmızıdan işarələdim. Bu keçiddə görürəm ki, uşaqlar təzyiq sabitdir, düzdür? Avtomatik nə bilirəm? Temperaturda, konsentrasiyada, sıxlıq da nədir? Sabitdir. Çünki doyan buxarda belədir də qaydamız. Və burada görürəm ki, uşaqlar həcm artır. Həcm artırsa, yəni burada sıxlıq da sabitdir də, onda kütlə də artır, düzdür? Baxın, M bərabərdir rho V-yə görə, sıxlıq sabitdir. Həcm artırsa, kütlə də artır. Bunu bilirəm, düzdür? İndi gəl keçək digər əlaqələrə təhlil eləyək. CD qrafikində nə görürəm uşaqlar? Təzyiq temperaturdan parabolik asılıdır. Biz demişdik axı, təzyiq təzyiq temperatur artdığına görə artmır. Doyan buxarda temperatur artdıqca konsentrasiya da artır. Təzyiq həm temperaturun, həm konsentrasiyanın artması hesabına artdığına görə o parabolik artır. Yəni onda burada təzyiq artır, temperatur da onsuz görürəm ki, burada artır. Həmçinin sıxlıq və konsentrasiya da artır uşaqlar. Burada necə ki, bu dördünə bir baxdımsa, əlbəttə ki, digər tərəfdə doyan buxarda bu dördünə bir baxmalıyam. Bu belə. Sonra mən nə görürəm uşaqlar burada? M bərabərdir, rho V-dir da ifadəmiz, düzdür? Onsuz burada sabit qabdan söhbət gedir də. İndi burada rho artığına görə, yəni sıxlıq artdığına görə burada da kütlə artacaq. Fikir verdinizmi? Burada da kütlə artacaq. İndi gəlin baxaq məsələlərə. Yazılır ki, birincidə təzyiq NKT düsturu ilə təyin edilir. Uşaqlar, istəyir əlində doyan buxar olsun, istəyir buxar olsun, istəyir su olsun. Yəni bunun məsələmizə adiyyəti yoxdur da. Su deməyək, indi buxar deyək də. Təzyiq NKT düsturu ilə təyin olunur. Yəni, konsentrasiya, daha sonra Boltzmann sabiti K və mütləq temperaturu bir-birinə vuranda təzyiq edir. Bunun nəyinsə sabit qalmağına ya da artmağına heç bir adiyyəti yoxdur. Ona görə bir getdi ortaya. Sonra gəlir ikinci. Doyan buxarın sıxlığı dəyişmir. Sıxlıq harada dəyişmir uşaqlar? Təzyiqin
temperaturun, konsentrasiyanın dəyişmədiyi yerdə. Yəni AB qrafikində. Onda ikinci dəyişməmə halı bura aiddir. Doyan su buxarının kütləsi artır. Uşaqlar, birincidə sıxlıq sabitdir, həcm artır. İkincidə sıxlıq artır deyə kütlə artır. Yəni hər ikisində burada kütlə artacaq. Birində sıxlığın hesabına artır, birində həcmin hesabına artır. Dördüncüdə də deyir ki, doyan su buxarının konsentrasiyası artır. Konsentrasiya harda artacaq uşaqlar? Təzyiq artan yerdə, temperatur və sıxlıq artan yerdə. O da düşür CD qrafikinə. Ona görə 4 getdi bu tərəfə. Yəni, qısacası, baxın, təzyiq, sıxlıq, konsentrasiya, temperatur. Bu dördü düz asılıdır doyan buxarda. Əgər biri artırsa, o birilər də artacaq. Əgər biri azalırsa, o birilər də azalacaq. Əgər biri sabitsə, o birilər də sabit olacaq. Ona görə burada su buxarının sıxlığı dəyişmir, sabitdir deyirsə, sən bu dörddənənin birinin sabit olduğu qrafiki götürməlisən. Konsentrasiya artır deyirsə, yəni konsentrasiya o dörd dənədən biridir də, sən o dörd dənənin digərlərinin artdığı qrafiki götürməlisən. Kütlədə hər ikisində artır, çünki birində həcm artır, birində sıxlıq artır. Kütlə də həcm və sıxlıqla düz asılıdır. Ona görə hər iki halda kütlə artır. P bərabər N KT-də düsturdur da uşaqlar. O hər zaman hər ikisinə aiddir. Deməli, doymayan buxarda 45-ci məsələdə o şəkilləri çox gözəl veriblər. Məsələn, o ideal qazın nə olduğunu sən bu şəkilə baxan kimi avtomatik bilirsən. Qabın içində ancaq qaz varsa, başqa heç nə yoxdursa, bu ideal qazdır. Yəni, doymayan buxardır. Amma məsələn, B-də görürsən ki, doyan buxar var, amma aşağısında da öz mayeyi var. Yəni, öz mayesi ilə razılıqda olan buxardır da bu. Ona görə bu mənim üçün doyan buxardır. Yəni, onun içinə əgər hansısa bir tapşırıqda ideal qaz doyan buxar yazılmasaydı belə, sən bilməlisən ki, bu A-dakı ideal qazdır, çünki içində ancaq qaz var. B-dəki isə doyan buxardır, çünki içində həm maye var, həm buxar var. Yaxşımı? Aha, indi gəlin baxaq. Deyir, hermetik tip porşenlə təchiz edilmiş A qabında ideal qaz, B qabında isə maye və onun üzərində doyan buxar vardır. Bunu onsuz da görürəm. Deyir, temperaturu dəyişmədən. Deməli, uşaqlar, ən yuxarıda yazıram. Yəni, bu hər iki qaba aiddir ki, temperatur dəyişmir. T bərabər konstant. Temperaturu dəyişmədən deyir, porşeni yuxarı hərəkət etdirdikdə. Deməli, porşeni yuxarı hərəkət etdirəndə nə olur uşaqlar? Həcm artır da, düzdür? Porşeni yuxarı hərəkət etdirdikdə baş verən hadisələr tapır. Deməli, uşaqlar, baxın, birincisi A qabında Mendeleev-Klapeyron qaydalarına görə gedəcəm. İzotermik, həcm artır, təzyiq azalır və s. və s. B qabınsa doyan buxarın qaydasına görə gedəcəm. Yəni, təzə öyrəndiyimizə görə. Əslində, hər ikisi bildiyimiz şeydir. Gəl, indi başlayaq. Baxıram burada birincinə. Deyir ki, sıxlığı dəyişmir. Uşaqlar, burada sən bilirsən ki, doyan buxarda nə idi? Əgər T konstantsa, doyan buxar üçün sıxlıq, təzyiq və konsentrasiya konstantdır. Düzdür? Çünki bu doyan buxarın qaydası idi. Onda sıxlıq dəyişmir halı doyan buxara aiddir. Sonra deyir ki, sıxlıq azalır. Bu isə, uşaqlar, temperatur sabit qalanda, həcm artanda, əlbəttə ki, sıxlıq azalmağı ideal qaza aiddir. Çünki sən bilirsən ki, sıxlıq nədir? Sıxlıq kütlə bölək həcmdir da. Burada əgər həcmin artırsa, çünki deyir ki, qapağı yuxarı eləyirəm, sıxlıq azalmalıdır. Düzdür? Ya da başqa tərəfdən baxa bilərsən. PV böl T-yə görə həcm artanda təzyiq azalır. Təzyiq axı sıxlıqla düz asılıdır. Rho bərabər PM bölü RT. Ona görə sıxlıq da azalır. Amma avtomatik olsa biz bilirik də sıxlıq və konsentrasiya həmişə həcmdən tərs asılıdır. Amma bu qaydalar ideal qaz üçün keçərlidir. Yaxşımı? Doyan buxarın axı dediyi öz qaydası var. 4 qardaş qaydası var da doyan buxarın. Temperatur, sıxlıq, təzyiq, konsentrasiya. 4 qardaş. Onlar həmişə eyni cür gedir. Amma ideal qazda ayrı bildiyimiz qayda ilə gedir. Onda sıxlıq azalır halı aiddir ideal qaza. Sonra deyir, molekulların orta kinetik enerjisi dəyişmir. Uşaqlar, orta kinetik enerji bilirsiniz də əvvəl keçmişdi. Y kinetik nəyə bərabər idi? Y kinetik bərabərdir 2-də 3 KT. Düzdür? Burada 2-də 3 ədəddir, K sabitdir. Yəni kinetik enerji sadəcə temperaturdan asılıdır. İstəyirsən doyan buxar ol, istəyirsən doymayan buxar ol, istəyirsən ümumiyyətlə buxar olma maye ol ya da bərk cisim ol. Temperatur dəyişmirsə kinetik enerji dəyişmir. Yaxşımı? Yəni bunun məsələmizə aidiyyəti yoxdur. Ona görə də kinetik enerjinin dəyişməməsi hər ikisinə uyğundur. Çünki temperatur dəyişmirsə enerji sabitdir. Sonra deyir ki, kütləsi artır. Deməli uşaqlar, doyan buxara baxsam, doyan buxarda M bərabərdir rho V ifadəsini yazsam, mən burada görürəm ki, sıxlıq sabitdir. Düzdür, temperatur sabit olduğu görə. Porşeni yuxarı eləyirəm deyə həcm artır, həcm artırsa kütlə artır. Düzdür? Onda kütlə artır sözü doyan buxara aiddir.
Amma kütlə dəyişmir sözü ideal qaza aiddir. Ay müəllim, niyə? Çünki burada bəli, M bərabər rho V-dir. Amma burada biz dedik ki, portion yuxarı eləyirəm, həcm artır, sıxlıq azalır. Həcm 5 dəfə artır, 5V olursa, sıxlıq 5 dəfə azalır, rho bölü 5 olur. Onlar bir-birinə fərq deyir, kütlə dəyişmir. Yəni, ona görə də burada kütlənin dəyişməməyi ideal qaza aiddir. Yəni, 5-ci buraya yazacağım. Bax belə, qaranlıq qalan bir nüans varsa soruşun. Deməli, burada yeni deyirəm, sıxlıq da azalır da, həcm artdığına sıxlıq azalır. Ona görə də burada kütlə sabit qalır. 58 tipli məsələ yazılıb Azərbaycan dilində. Gör, nə qədər söz var orada. Adamın gözü qaralır. Amma sən onu çevirməlisən təbii ki, fizika dilinə. Görə 58-də nə deyir? Deyir, doyan su buxarı nəysə. Birincisi bildim ki, doyan buxardan söhbət gedir. Onun qaydalarını işlədəcəm. Yazıb 1. İzotermik sıxılır. Mən bunu yazıram fizika dilində. Deməli, izotermik sıxılma nə deməkdir? İzotermik temperatur sabit deməkdir. Sıxılır da həcm azalır deməkdir. Sonra keçəm ki, sonra isə deyir, izoxor soyudulur. İzoxor həcm sabitdir deməkdir. Bu biraz ikini aşağıdan yazım. Qaydalarını rahat yazmaq üçün. Aha. İzoxor həcm sabitdir deməkdir. Bir dənə soyudulur da temperatur azalır deməkdir. Aha. Deyir ki, bu proseslərdə doyan buxarın təzyiqi necə olacaq? Mülahizə də olur. Təzyiqə baxaq. Uşaqlar, deməli, birincidə mən görürəm ki, temperatur sabitdir. Temperatur o 4 qardaşdan biridir. Əgər temperatur sabitsə, avtomatik bilirəm ki, yerdə qalan 3 qardaş da sabitdir. Yəni, sıxlıq, konsentrasiya və təzyiq sabitdir. Bunlar bərabər konstant. Axşamı xeyir, Səmərruh. Bunlar bərabər konstant. Düzdür? Deməli, birinci halda təzyiq nə olacaq uşaqlar? Təzyiq konstant olacaq. Keçdim ikinci hala. İkinci halda isə mən görürəm ki, həcm sabitdir, izoxor prosesi. Temperatur azalır uşaqlar. O 4 qardaşdan biri azalırsa, yerdə qalan 3-ü də azalacaq da. Yəni, sıxlıq, konsentrasiya və təzyiq də azalacaq. Onda burada ikinci halda da nə olacaq uşaqlar? Təzyiq azalar. Deməli, dəyişmir, azalır A variantı. Doyan buxar var. Maye və doyan buxar porsiyanın altında. Aha, deyir, sabit temperaturda, deməli, temperaturumuz sabitdir. T bərabər konstant. Elə bir ki, məsələnin hər cümləsini nəzərdən keçirməlisən də. Sabit temperatur deyən kimi T bərabər konstant yazmağı bacarmalısan. Porsiyon bir vəziyyətindən iki vəziyyətinə mötərizə sizə kömək olsun deyə yazıb ki, yuxarı keçir. Porsiyon deməli bir vəziyyətindən iki vəziyyətinə. Yəni nə edir? Porsiyon üzü yuxarı gedir. Əvvəl buradaydı, sonra gəlir bura. Yəni lori dildə elə yazıbsa, biz də deyərik ki, həcm artır da. Əvvəl bu boyda idi. İndi oldu bu boyda. Həcm artdı. Aha. Deyir ki, doyan buxarın sıxlığı və mayenin kütləsi necə dəyişir? Hansı münasibət doğrudur? Şurada deməli sıxlıq soruşur. Sıxlıq mən bilirəm ki, 4 qardaşdan biridir. Əgər temperatur sabitdirsə, avtomatik sıxlıq, konsentrasiya və təzyiq sabitdir. Özüm dəfələrlə yazıram ki, yadımızda qalsın. Deməli, onda burada sıxlıq nə olacaq uşaqlar? Birbaşa yazacağım ki, sıxlıq dəyişmir. Rho bərabərdir, konstant. Sonra nə görürəm uşaqlar? Kütlə söhbətinə gələndə də sən bilirsən ki, kütlə M bərabər rho V-dir. Düzdür? Burada rho konstantdır. Həcm artır. Yəni, porsiyon yuxarı gedirsə, onda kütlə də artmalıdır. Amma və lakin bu düstur və bizim yazdığımız bütün kəmiyyətlər hamısı buxara aiddir. Yəni, mən burada M bərabər rho V yazıb, sıxlıq sabitdir deyəndə buxarın sıxlığından danışıram. Kütlə artır deyəndə buxarın kütləsindən danışıram. Yəni, buradan buxarın kütləsi artır. Avtomatik buxarın kütləsi niyə arta bilər ki? Maye daha çox buxarlanır deyə buxarın kütləsi artır da. Onda deməli, burada dolayısıyla mayenin kütləsi azalacaq. Aydın oldu mu? Yəni, dəyişməz, azalar olacaq cavabımız. Yəni, yenə deyirəm, məntiq cəhətdən də fikirləşəndə, burada sən bunu yuxarı çəkəndə yer artır. Yer artırsa, su daha yaxşı buxarlanacaq. Yer açılacaq da, elə bil ki. Ona görə suyun səviyyəsi getdikcə azalacaq. Amma başqa bir tərəfdən də yenə deyirəm ki, lap o yadından çıxıbsa, sən bir dənə onu bil ki, P bərabər NK, M bərabər rho, V, nə bilim, bu 4 kəmiyyətin sabit olması və s. hamısı buxarındır. Sıxlıq, həcm, temperatur, hamısı buxara aiddir. Həcm yox, qalan hər şey buxara aiddir, yaxşımı?
İndi sıxlıq və makroskopik cəmiyyətlərdə yox, mikroskopik cəmiyyətlərdə söhbət gedir də. Makroskopik cəmiyyətlərə onsuz ümumi baxırıq. Amma burada kütlədir, sıxlıqdır və hamısı nəyə aid uşaqlar? Buxara. Sən mayeini tapmaq istəyirsənsə, buxarı tap, tərsini götür. Çünki burada buxar daha çox buxar yaranırsa, deməli maye azalır ki, buxar yaranıb da. Ya da sıxışdırıb buxarı azaltmısansa, deməli mayenin miqdarı artıb. Düzdür? Burada iki şey var da, biri azalanda o biri artmalı. Belə, qaranlıq qalan nəsə varsa soruşun. Yəni bu biraz maraqlı məsələdir əslində. Buxarın kütləsi yazsaydı artar götürərdin. Amma maye soruşur deyə buxarı tapıb tərsini götür. Uşaqlar, psixrometrin iş prinsipin rütubət dərsində izah eləmişəm olsa. İstəsəniz girib baxa bilərsiniz. Amma bu psixrometrdə qısa konkret belə deyim ki, 2 dənə termometr olur. Quru termometr otağın temperaturunu ölçür. Bir də yaş termometr var. O da pambıq qurulur psixrometrin. O yaş pambığın temperaturunu ölçür. Nəysə, 2 termometr oldu. Quru və yaş. Siz psixrometr cədvəlində həmişə quru termometrin göstəricini görərsiniz. Yəni otaqda nə qədər var, onu görərsiniz birbaşa. Bir dənə fikir verin bura. Baxın. Quru termometrin göstərişi. Buradakı rəqəmlər deməli quru termometrin göstərişini göstərir. Amma cədvəldə yaşı görməyəcəm. Cədvəldə bəs nəyə görəcəm? Quru ilə yaşın fərqini görəcəm. Quru və yaş termometrin, indi burada nəm yazıb, fərqi yoxdur. Quru və nəm termometrin göstərişləri fərqini də burada görəcəm. Yaxşımı? Deməli, quru buradadır, nəm ayrıca yoxdur, quru ilə nəmin fərqi də buradadır. Onları koordinatik şəkildə kəsişdirib rütubəti tapacam nə qədər olduğunu. Məsələn, bu özəl olaraq 20-ci tapşırığa baxsam, burada bir dəqiqə ağ cədvəl qurum. 20-dəki tapşırıqda mənə deyir ki, quru termometrin göstəricisi 14 dərəcədir. Yazıram, T quru 14 dərəcə Selsi. Yaş termometrdə 8 verib. T yaş bərabər 8. Deməli, qurunu 14 verib. Avtomatik get quru termometrin göstərişləri yerində 14-ü qarala. Sonra yaşı 8 verib, girib buradan daha 8-i götürmürsən. Bu yaş deyil. Quru ilə yaşın fərqidir bu. Onda gəl görək quru ilə yaşın fərqi nədir? T quru çıxaq T yaş bərabərdir 14 çıxaq 8. Düzdür? O da eləyəcək nə qədər? 6. Yəni, sən burada quru ilə yaşın fərqini 6 götürəcəksən. Vəssalam, bu ikisini kəsişdirirsən, gəlib düşür 42-yə. Deməli, onda həmin otaqda temperatur, nisbi rütubət 42% imiş. Qaranlıq qalan bir şey varsa soruşun. Əslində, bunu sizə birinci olaraq biraz əzbərçi yolun deyəcəm. Sonra izahını verəcəm. Elmi izahını verəcəm ki, niyə? Tutalım ki, getmirsən qəbula, sənə düşüb bu sual. Vaxt itirməkdənsə bir dəfəlik yadında saxla ki, nisbi rütubət həmişə yaş termometrin göstərişi ilə düz asılı olur. Yəni, əgər burada birinci otağın nisbi rütubəti ən azdır, üçüncü otağın nisbi rütubəti ən çoxdursa, onda deməli, birinci otaqda yaş termometrin göstərişi ən azdır, üçüncü otaqda yaş termometrin göstərişi ən çoxdur. Bu, belə. Yəni, bunu bir saniyədə məsələ həll etmək üçün asan yox. Amma bu qəbul üçündür. Biz burada öyrənirik. Bəs niyə belə oldu? Uşaqlar, birincisi sən onu bilməlisən ki, yaş termometr nə idi? Yaş termometrin ölçən yerinə yaş pambıq, tənzif, hər nə o bağlayırlar. O termometr onun temperaturunu ölçür. Pambığın temperaturunu ölçür. Yaş pambığın ya da yaş tənzifin, dəsmalı. O onun temperaturunu ölçür. İndi burada belə bir şey var. Sən bilməlisən ki, buxarlanma zamanı temperatur aşağı düşür. Çünki maddə buxarlananda nə olur uşaqlar? Maddə buxarlananda yüksək kinetik enerjiyə malik molekullar mayeni tərk edir. Ona görə də maddənin temperaturu aşağı düşür. Kinetik enerji getsə temperatur azaldı da. Düzdür? Yəni, qısacası belə deyim ki, sən onu bilməlisən ki, buxarlanma zamanı nə baş verəcək? Buxarlanma zamanı temperatur aşağı düşəcək. İndi gəl baxaq. Fi1 rütubətin ən az olduğu otaqdır. Düzdür? Fi1, yəni birinci otaqda rütubət ən azdır. Onda orada nə baş verəcək uşaqlar? Orada pambıq daha çox buxarlanacaq. Ay müəllim, niyə? Çünki rütubət azdır axı. Otaqda loru dildə desəm su azdır. Ona görə pambıq nə edəcək? O suyu başlayacaq sürətlə buxarlandırmağa ki, elə bir ki, otaq pambığın suyuna möhtacdır da. Çünki otaqda rütubət azdır axı. Pambığın suyu götürəcək. Avtomatik nə olacaq? Pambıq nə edəcək? Buxarlanır deyə temperatur aşağı düşəcək. Ona görə birinci otaqda yaş termometrin göstərişi ən aşağı olacaq. Keçirəm üçüncü otağa. Rütubət çoxdur. Ən çox bu otaqdadır. Rütubət çoxdur. Havada su çoxdur. Otaq neyinir ki, pambığın suyun?
Onsuz da havada su yetərincə var da. Pambığın suyuna ehtiyacı qalmır. Ona görə də pambıq nə edir? Buxarlanmır. Buxarlanmırsa nə olur? Temperatur aşağı düşmür. Ona görə də T3 ən yüksək olaraq qalacaq. Aydın oldumu? Yəni nəticə etibarilə rütubətin az olduğu yerdə temperatur aşağı olacaq, yaşdan söhbət gedir. Rütubətin çox olduğu yerdə də temperatur yuxarı olacaq. Bax belə, bu da elmi izahı. İndi sizə hansı rahatsa o şəkildə baxa bilərsiniz. Ona görə cavabımız burada olacaq Y variantı. Bunlar ikisi psixrometrdir. Bax, burada pambıq var. Bu pambıq olan əlbəttə ki, yaş termometrdir da, yaş. Bu da yaşdır. Amma pambıq olmayan, heç nə olmayan quru termometrdir. Və mən bilirəm ki, quru termometr uşaqlar otağın temperaturunu ölçür. Yaş termometr pambığın temperaturunu ölçür. İndi otaqlarda havanın temperaturu T-dir. Yəni mən görürəm ki, burada da 20-dir, burada da 20-dir. Onda belə çıxır ki, otaqlardakı havanın temperaturları bir-birinə bərabərdir. Amma nisbi rütubətə gələndə mən artıq yaş termometrə baxmalıyam. Görürəm ki, burada 17-dir, burada 15. İndi öz-özümə fikirləşirəm. Bu niyə azdır? Bu niyə çox buxarlanıb? Əgər temperatur aşağıdırsa, deməli pambıq çox buxarlanıb. Bəs pambıq niyə çox buxarlanıb? Çünki otağın suya ehtiyacı olub da. Ona görə ikinci otaqda nisbi rütubət deməli az imiş. Birinci otaqda nisbi rütubət çoxdur da. Fi1 böyükdür Fi2-dən. Yenə deyirəm, yəni burada birinci otaqda mənim rütubət hardan bildim çoxdur? Çünki pambıq az buxarlanıb. Bəs pambığın az buxarlandığını hardan bildim? Temperatur dəyişməsi az olub da. Məsələn, 20-dən 17-yə düşüb 3 vahid. Amma bu biri 15-ə düşüb, 5 vahid azalıb. Niyə temperatur bu qədər azalıb? Çünki pambıq çox buxarlanıb. Otağın suya ehtiyacı olub, hava qurudur, rütubət azdır. Ona görə pambıq çox buxarlanıb. Yəni bu şəkildə. Amma yenə deyirəm, bunu necə də gedə bilərik? Yaş termometrin göstərişindən düz asılı. Deyərsən ki, birbaşa müəllimə burada yaşın T yaş böyükdür, bu biri T yaşdan. Yəni 1-2-dən böyükdür. Ona görə rütubətdə 1-2-dən böyük götürmüşəm. Yəni düz asılı da. Bu belə gedə bilərsiniz. Bu asan yoldur. Yenə deyirəm, nisbi rütubət həmişə yaş termometrin göstərişindən düzdür. Burada yaş çoxdursa, deməli rütubət də çoxdur. Amma elmi izahı da əlbəttə ki, yenə də verirəm ki, yəni yaş termometrin göstərişinin çox olmağı pambığın az buxarlanmış olmağı deməkdir. Pambıq da niyə az buxarlansın? Ehtiyacı yoxdur da deməli suya, otağın. Bax belə. Deməli, onda cavabımız burada olacaq D variantı. Qaranlıq qalan isə varsa soruş. 16-dakı məsələdə mənə deyir ki, uşaqlar, 100 dərəcə Selsi temperaturda götürülmüş 100 qram su buxarı kondensasiya olunduqda və alınan suyun temperaturu 50 dərəcə Selsiyə qədər azaldıqda nə qədər istilik miqdarı ayrılır? Uşaqlar, burada iki ayrı proses var və hər iki ayrı prosesdə iki ayrı istilik miqdarı ayrılır. Gəlin baxaq, birinci 100 dərəcə Selsi temperaturda 100 qram su buxarı kondensasiya olunur. Yəni, su qaynayıb buxar olduğu kimi, buxar da kondensasiya edib təzədən mayeyə çevrilə bilir də, suya çevrilə bilir, düzdür? Mən də bilirəm ki, suyun qaynaması zamanı istilik miqdarı Q bərabərdir, LM-dir. Yəni, xüsusi buxarlanma istiliyini kütləyə vuranda buxarlanma tapa bilərəm. Gəl indi bu LM-lə mən tapım da, görün bu 100 qram suyu kondensasiya eləyəndə məndən nə qədər istiliyə udulacaq? O da bərabərdir. Elimiz 2,3 vur 10 üstü 6 verilib. Kütlədə 100 qram deyib. Yəni 0,1. Düzdür, kiloqrama çevirdim də, minə böldüm. Vəssalam. O da bərabərdir. Buradan nə alınır uşaqlar? 1,0 getsə, deməli 2,3 vuraq 10 üstü 5 qalır da, düzdür? Joule. Mənə bu qədər istilik lazımdır ki, mən istilik yox, əksinə, yəni bu qədər soyutmalıyam ki, su kondensasiya olunsun və buxar suya çevrilsin. Sonra nə olacaq? Alınan su uşaqlar əlbəttə ki, nə qədər olacaq? 100 qram olacaq. Ay müəllim, niyə? Nə qədər suyu kondensasiya eləmişsən? 100 qram. 100 qram buxar kondensasiya olunanda 100 qram su alınacaq. Məsələn, 1 kiloqram buz əriyəndə 1 kiloqram su alınır. Yaxşımı? Yəni orada bir dəyişim olmur. İndi sənin alınan suyun 100 qramdır. Amma alınan suyun temperaturu nə qədərdir yenə? Əlbəttə ki, 100 dərəcə Selsidir da uşaqlar. Yəni bu buxardan qaytardım suya. İndi onu 50 dərəcəyə endirirsən. Yəni 100-dən enirsən 50 dərəcəyə. İndi burada nə var? Temperatur dəyişməsi var. Temperatur dəyişməsinin bəs hansı düsturdan gedirdi? Delta T olan düsturdan da. O olanda 100-dən 50-yə endirmək üçün lazım olan istiliyi tapıram. Q bərabərdir Sm delta T. O da bərabərdir. S'mizi verib 4200. Kütləmiz yenə 0,1. Delta T'miz də 50-dir da. 100-dən 50-yə. Mənfiləri nəzərə alınıram. Çünki birində kondensasiyadır, birində soyutma. Hər ikisi mənfidir onsuz da. Aha.
Bu belə getsə, bərabərdir. Burada nə alınır uşaqlar? Deməli, bunun 1 sıfırı bunu itirməyə getsə, 42 vuraq 5 alınır da, düzdür? Yanında da əlbəttə ki, 2 sıfırımız var. Aha, indi ona baxsam, 42-ni 5-ə vuracam 210, yanında da 2 sıfır olanda, deməli, olacaq 21.000, düzdürmü? Bərabərdir 21 vuraq 10 üstü 3. İndi o da bərabərdir. Bunu mən 10 üstü 5 eləmək üçün uşaqlar 2 sıfır eləməliyəm də. Yəni 0,21 vuraq 10 üstü 5. Düzdür? İndi bunları toplaya bilərəm. Yazıram onda ümumi Q bərabərdir. Baxın, bu mənim Q birim olsun. Belə yazaq da indeksə. Bu da Q2. Onda ümumi Q bərabərdir. Q1 üstə gələk Q2. Yəni o da bərabərdir 2,3 vur 10 üstü 5. Üstə gələk 0,21 vur 10 üstü 5. Vəssalam. İndi burada 2,3-ün üstünə 0,21 gələndə 2,51 eləyəcək. 2,51 vuraq 10 üstü 5. Nə ilə ifadə edilir? Kilojolla ifadə edilir. O da bərabərdir. Kilojol 10 üstü 3 deməkdir. Bunu azaldıb eləyəndə bunun yanına 2 sıfır gəlməlidir da. 251 vuraq 10 üstü 3. Yəni 251 kilojol. Baxın, görün, qaranlıq qalan bir şey varmı? Yəni, sən burada nəyi bilməlisən? Sən burada onu bilməlisən ki, 100 qram su buxar kondensasiya edib suya çevriləndə buxarlanma istiliyi elemlə tapacam. Sonra o 100 alırsan da alınan su artıq 100 dərəcədir. O suyu təzədən 50 dərəcəyə endirmək üçün delta T qədər, yəni Cm delta T qədər istilik gedir. Onları toplayırsan və ümumi sənə 251 kilojol istilik lazım olmuş olur. Burada yəni 2 proses var. Biri bu, biri də bu. Bunu da göylə yazın. Birinci sən buxarı suya çevirməlisən, sonra suyu 50 dərəcəyə qədər soyutmalısan. Yəni 2 hal var. 17 də eynisidir. Yenə 100 dərəcə temperaturda 200 qram su buxarıdır. Kondensasiya olunur, 50 dərəcəyə qədər azaldırsan. Həmən şeydir. Yəni burada Q-nü elemlə birinci buxarı suya çevirməlisən. Orada buxarı suya çevriləndə nə qədər istilik ayrılacaq? Suyu buxara çevirəndə nə qədər ayrılır? Həmin qədər. Burada enerji eyni olur axı. Ona görə də yenə elem düsturu ilə gedirsən. Oradan tapırsan ki, buxarı suya çevriləndə mənə nə qədər istilik lazımdır. O qaldı qıraqda. Sonra alınan o suyun əlbəttə ki 100 dərəcə olur da. Alınan 100 dərəcəlik suyu da 50 dərəcəyə qədər azaldanda o da Cm delta T ilə tapıb yenə toplayırsınız. Bax belə.